Qurani Kərimi latınca əzbərləmək, mən bunu belə başa düşdüm ki, ya sözləri ərəbcə, sadəcə latınca yazılı kəlmələr əzbərləyirlər. Məsələn, Bismillahirrahmanirrahim latınca yazılıb, onlar da buna uyğun əzbərləyirlər. Və yaxud da tərcüməsini əzbərləyirlər. Sualdan mən belə başa düşdüm. Hər halda, istər latınca, istər İngilizcə, istər Rusca, hansı dildə olursa olsun, əgər hərfi, kəlmə ərəbcə olub da hərf müxtəlif dillərdə olarsa, necə olursa olsun, yəni ki, lazımi şəkildə əzbərləmək mümkün deyil. Yəni təcvidlə və yaxud da xatasız əzbərləmək mümkün deyil. Ona görə müsəlman başlanğıc olaraq, məsələn, Fatihə və yaxud da bir neçə qısa surə belə namazlarda oxumaq üçün əzbərləyə bilər, ta ərəbcəsini öyrənənə kimi. Lazımdır ki, müsəlmana ərəbcə öyrənsin ki, hətta xata eləməsin. Çünki bəzən elə xatalar elə bilər ki, namaza xələl gətirə bilər. Namaza xələl gətirə bilər. Və bu baxımdan tövsiyəm odur ki, müəqqəti olaraq yeni başlayan, başqa dillərdə istifadə edərək Fatihəni və qısa surələri əzbərləyə bilər. Lakin bir şərtlə ki, sonradan ərəbcə öyrənməyə çalışsın. Quranı ərəbcədən əzbərləməyə çalışsın. Və latınca əzbərlədiyi zaman və yaxud başqa dildə əzbərlədiyi zaman həmçinin, yəni ərəbcə oxuyan qarilərin səslərinə qulaq assın ki, hətta xata eləməsin. Bunu belə tövsiyə edirəm. Və həmçinin də kimlər əzbərlədiyi surələrin tərcümələrini oxuyub, yəni ki, öz dillərində ərəbcə bilmədən əzbərləyərlərsə, bu da yaxşı şeydir ki, hətta oxuduğunu özü dərk elə bilsin. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.